İndi isə gəlin Xiaomi 17 Pro və Xiaomi 17 Pro Max haqqında danışaq. Pro 6.3 inç, Pro Max isə 6.9 inç. Hər iki model Snapdragon 8 Elite Gen 5 prosesorundadır. Əvvəllər Xiaomi özünün flagman seriyasında 2 model təqdim edirdi. Adi və Pro modelləri. İndi isə Apple kimi 3 device təqdim elədi. Yəni adi Xiaomi 17, Xiaomi 17 Pro və Xiaomi 17 Pro Max. Bəs maraqlıdır, görəsən Air hanı? Yəni əgər Air olsaydı, bəlkə də Xiaomi Apple olardı. Bax, bu sarkazm idi. Pro modelinin əsas fərqli cəhəti kamera modulunda olan OLED ekran oldu. Bu ekran əsas ekranla eyni parametrlidir. Adaptiv 120 Hz, 3000 nit pik parlaqlıq, bu ekrana saat, özünüzün şəkillərini, müxtəlif animasiyalara qoymaq mümkündür. Bu ekrandan musiqi pleyerini və Xiaomi maşınlarını idarə etmək mümkündür. Əlbəttə ki, bu ekranı güzgü kimi istifadə etmək olar. Bir də əsas kameranı əla selfilər çəkmək üçün istifadə edə bilərsiniz. Smartfonunuzun arxasını oyun konsoluna çevirmək istəyirsinizsə, buyurun. Xiaomi fiziki düymələri olan smartfon çıxılımını təqdim etdi. 300 yuan qiymətə satılacaq. Arxa ekranın necə istifadə olunmasını göstərən video təqdim edildi. Videoda olan xoşbəxt çinlilərə görəsən niyə deməyiblər ki, smartfonu çevirib bütün bu etdiklərini daha rahat böyük ekranda edə bilərlər. Progress cəhətdən arxa kamera blokunda ekranın olması yaxşıdır. Amma praktik cəhətdən görəsən necə? Maraqlıdır, yoxsa praktiki cəhətdən bir anlamı var? Sizədir sualım. Xiaomi 17 Pro versiyalarında kamera blokunda ekranın olması sizi cəlb eləyir, yoxsa yox? Yəni onu praktik istifadə eləmək olar sizcə, yoxsa yox? Gəlin bu barədə kommentlərdə müzakirə aparaq.